66-cı testimizə baxaq. Cümlələrin birində feildən düzələn isim təsiri yaldadır. A bəndində cümlə belədir. Düşmən qırıcıları havaya qalxa bilmədi. Qırıcıları sözü düzəltmə sözdür, amma adlı haldadır, həm də isim deyil. A bəndini çıxırıq. B bəndində məktəbimizdə xalq yazıçısı ilə görüş keçirildi cümləsi var. Yazıçı sözü düzəltmədir, bir də görüş sözü düzəltmədir. Görüş sözü də adlı haldadır, yazıcı sözü də adlı haldadır. B bəndində çıxırıq. Yazıcı sözü isimdən düzəlib, görüş sözü isə feildən düzəlib. C bəndinə baxırıq. Direktorun yeni tapşırığı onu narahat edirdi. Tapşırıq sözü düzəltmədir, isimdir, feildən düzəlib, amma adlı haldadır. C bəndini də çıxırıq. D bəndinə baxırıq. Sahədə çalışan xeyli əkinçi gördük. Əkinçi sözü düzəltmə isimdir, təsiri yaldadır, amma isimdən düzəldiyinə görə D bəndini də götürmürük. E bəndinə baxırıq. Günorta poçt işçisi evə bir bağlama gətirdi. Bağlama isimdir, düzəltmədir. Demək, ma şəkilçisi var burada. Leksik şəkilçisidir, la şəkilçisi leksik şəkilçisidir. Ma son leksik şəkilçisidir və nəyə artırılıb? Bağla feilinə artırılıb. Demək, feildən düzələndir. Həm isimdir, həm də təsiri yaldadır. Demək, bütün şərtlərə cavab verdi buradakı isim. Doğru cavabımız E bəndi. 67-ci sualda soruşulur. Yiyəlik halda olan sözlər hansı cümlələrdədir? Birə baxaq. Durun gedək Xəlilgilə. Xəlilgilə sözü yönlük haldadır. Biri çıxırıq. 2-də fikrim sizə aydın oldu mu? Fikrim adlı haldadır. Sizə yönlük haldadır. 2-ni də çıxırıq. 3-də mənim qardaşım mühəndisdir. Demək, mənim sözü yiyəlik haldadır. 3-ü götürürük. 4-də İstiqlal küçəsi şəhərin mərkəzindədir. Küçəsi sözü mənsubiyyətli olduğuna görə İstiqlal sözünü yiyəlikdə götürürük. 4-də cavabımızdır. 5-də qıvrım saçları ona çox yaraşırdı. Burada demək, saçları sözü adlı haldadır. Mənsubiyyətdə işlənib. Ona yönlük haldadır. 5-i də götürmürük. Doğru cavabımız 3, 4. 68-ci sualımıza baxaq. Altından xətt çəkilmiş hansı isimlər yiyəlik haldadır? Cavabın xoşuma gəlmədi, oğlum. Demək, altına xətt çəkilib cavabın sözü, sənin cavabın, sahib şəxs artıra bilirik. Demək, cavabın sözü mənsubiyyətli olan sözdür, adlı haldadır. Bunun şəkilçisi burada mənsubiyyət şəkilçisidir. 1-i götürmürük. 2-də dost gəlişi bayram olar. Gəlişi sözündə i mənsubiyyətli, dostun gəlişi dost yiyəlik haldadır. 2-ni götürürük. Rəngin niyə ağardı? 3-də sənin rəngin, sahib şəxs artıra bilirik. Rəngin sözündəki in mənsubiyyətli və rəngin sözü adlı haldadır, götürmürük. 4-də əsərin bu yeri çox maraqlı idi. Yeri sözü mənsubiyyətdir. Əsərin sözündəki in şəkilçisi isə demək, yiyəlik hal şəkilçisidir. 4-ü götürürük. Şəklin məndə qalmışdı. Sənin şəklin, in şəkilçisi burada mənsubiyyətdir və söz adlı haldadır. 5-i də götürmürük. Doğru cavabımız 2 və 4. 69-cu testə baxırıq. Kəndlər sözü hansı cümlədə təsir yaldadır? Birinci cümlə. Kəndləri səfalı idi. Onların kəndləri. Buradakı i təsiri yal şəkilçisi deyil, mənsubiyyət şəkilçisidir və söz adlı haldadır. 1-i çıxırıq. 2-yə baxırıq. Kəndləri qazla təmin etmək lazımdır. Onların kəndləri təmin etmək lazımdır. Olmaz. Demək, buradakı i təsiriyal şəkilçisidir. Aranı təmin etmək lazımdır. Kəndləri, nəyi və yaxud. Demək, 2 cavabımızdır. Təsiriyal şəkilçili sözdür. Təsiriyaldadır ümumiyyətlə. 3. Kəndlər abadlaşdırıldı. Kəndlər sözü burada adlı haldadır. 3-ü çıxırıq. 4. Uzaqdan kəndlər görünür. Kəndlər sözü adlı haldadır. 4-ü də çıxırıq. 5-ə baxırıq. Muğan düzündə yeni kəndlər salınacaq. Salarıq, daha doğrusu salırıq. Demək, Muğan düzündə yeni kəndlər salırıq. Cümlə belədir. Kəndləri salırıq.
qeyri-müəyyən təsiri haldadır kəndlər sözü. Müəyyənə çevirə bildik. Demək 5 də bizim cavabımızdır. Doğru cavab 2, 5. 70-ci testə baxırıq. Nümunədə işarələnmiş sözlərdən hansılar adlıq haldadır? 1. Dilin. 2. Sözləri. Dilin sözləri söz birləşməsində ikinci tərəf mənsubiyyətdədir sözləri i. Dilin sözü yəlikdədir. Demək, ikinci tərəf mənsubiyyətdir, birinci tərəfdə yəlikdə olacaq. Sözləri adlıq haldadır, lərcəmdir, i də mənsubiyyətdir. Nə? Sualın cavab verir. 3-ə baxırıq, sənin yəlik haldadır, in şəkilçisi, şəxs əvəzi. Çünki burada sözlər dediyinə görə konkret olaraq isimləri götürməyəcək. Hər hansı bir nitq səsi ola bilər. 4-ə baxırıq. Ana südünün söz birləşməsində südün sözündə mənsubiyyət var. Demək, ikinci tərəf mənsubiyyətsə, birinci tərəf yəlikdir. Ana sözü yəlikdir burada. Ananın südü də deyə bilirik. Demək, sonra 5-də südünün şəkilçisi artırılıb. Bura yəlik haldır. 5-i də götürmürük. Müqəddəsliyi burada i şəkilçisi mənsubiyyətdir. Nə sualına cavab verir söz. 6 da adlıq haldadır. Demək, doğru cavabımız 2 və 6. 71-ci testə baxırıq. Nümunədə nömrələnmiş sözlərdən hansılar adlıq haldadır? Eyni tip suallardır. Baxırıq, könlüm, mənim könlüm. Demək, şəkilçisi burada mənsubiyyətdir. Nə sualına cavab verir? 1-i götürürük. Adlıq hal. Qaranquş tək. Tək burada qoşmadır. Qaranquş adlıq halda olan isminə qoşulub. 2-ni də götürürük. Qoyununa yönlüydür, götürmürük. 4-ə baxırıq. Yamacı. Yamacı gəzir. Haranı? Demək, 4 təsiriyaldadır. Yalı gəzir 5. Haranı? Təsiriyal. 6 yaylaq. Yaylaq sözü xitabdır. Xitablar adlıq halda olur. 6-nı da götürürük. Doğru cavabımız 1, 2 və 6. 72-ci testə baxırıq. Adlıq halda olan sözləri müəyyən edin. Mən də meydan əriyəm. Əriyəm sözündə i mənsubiyyətdir. İkinci tərəf mənsubiyyətsə, birinci tərəf yəlikdədir. Demək, meydan sözü yəlikdədir. 1-i götürmürük. Əriyəm sözündə i mənsubiyyətdir, əm şəxs sonluğudur. 2 demək, adlıq haldadır. 2-ni götürürük. Sonra sən də bir kişi, kişi sən burada mənasındadır. Sən ixtisar olunub. Kişi adlıq haldadır. 3-ü də götürürük. Sonra seçilir. Təsvirlənən feildir. Təsvirlənən feilin halı olmaz. 4-də çıxırıq. 5-ə baxırıq. 5 və 6-nı bir yerdə götürək. Mərdin işi, söz birləşməsi. Demək, işi sözündə i mənsubiyyətdir və işi sözü adlıq haldadır. Nə? İkinci tərəf mənsubiyyətsə, birinci tərəf yəlikdə olur. Mərdin sözü də yəlikdədir ona görə. Doğru cavabımız 2, 3 və 6. 73-cü testimizə baxırıq. Adlıq halda olan isimləri müəyyən edin. 1. İgidlik. Nə? 1-i götürürük adlıq halda. Güləşdə yerli haldadır. 2-ni götürmürük. Üstünlük qazanmaqda deyil. Üstünlüyü qazanmaqda bu qeyri-müəyyən təsiri halda üst götürmürük. Sonra demək, 4-ə baxırıq. İgid. İgid sifətdir, bizdən isim istəyir. Ona görə 4-də çıxırıq. Adamdır, burada şəxs sonluğudur. Şəxs xəbəri şəkilçisidir. Demək, kimdir? 5-i götürürük adlıq halda. 6-ya baxaq. Zaman. Nə? Bu da adlıq haldadır. Doğru cavabımız 1, 5 və 6. 74-cü testimizə baxaq. İsmin adlıq halı ilə bağlı doğru fikri müəyyən edin. 1. Adlıq halın yalnız kim və nə sualları var? Hara sualı da var. Bir səhvdir.
2-yə baxırıq. Adlıq halda olan söz xəbər ola bilir. Bəli, doğrudur, xəbər ola bilir. 3. Adlıq halda işlənən isimlər qeyri-müəyyən təsirli halda işlənən isim cümlədə eyni vəzifəni daşıyır. Adlıq halda cümlənin xəbəri ola bilər isim, amma qeyri-müəyyən təsirli halda ola bilməz. Ümumiyyətlə təsirli hal xəbər ola bilmir. Bunu da götürmürük. Nümunə olaraq dedik. Üstə bir misal çəkdik. 4. Adlıq halda olan sözlər qoşmalarla işlənir. Bəli, qoşmalar adlıq, yiyəli, yönlü, çıxışlı hallı sözlərlə işlənir. 4-ü götürürük doğru cavab kimi. 5. Lüğətlərdə isimlər adlıq halda verilir. Bu da doğru fikirdir. Demək, doğru cavabımız 2, 4 və 5. 2, 4 və 5. 75-ci testə baxırıq. Nömrələnmiş isimlərdən hansılar yiyəli haldadır? Ələsgərəm. Burada bir şəxs onluğu var. Şəxs şəkilçisi var. 1-i götürmürük. 2-yə baxırıq. Eşq atəşində. Yəni, ikinci tərəfdə mənsubiyyət varsa, birinci tərəf yiyəlikdədir. Demək, 2 eşqin atəşi mənasındadır. Eşqin. Bu yiyəlik haldadır. Digər sözlərə baxaq, nömrələnmiş sözlərə baxaq. Qazdır məzarımı çeşmə başında. Çeşmə başında söz birləşməsi kimi götürürük. Başında sözündə mənsubiyyət var. Demək, çeşmə sözü yiyəlik haldadır. 3-ü də götürürük. Sonra sinəm üstündə söz birləşməsində üstündən sözündə üstü, ü mənsubiyyətdir. Demək, sinəm sözü sinəmin üstü olacaq. Yiyəlik haldadır. Və sal, sinəm üstündən yol, yolu sal. 5 olmayacaq. Təsiri haldadır. Doğru cavabımız 2, 3 və 4. 76-cı testə baxaq. İşarələnmiş isimlərdən hansılar adlıq haldadır? İşarələnmiş sözlərdən birincisi zəmanə sözüdür. Dolandı zəmanə. Bunu götürürük. Dolandı. Sonra 2. Şairlər od tökdü. Kim? 2 də adlıq haldadır. Odu tökdü. 3 təsiri haldadır. Qeyri-müəyyən təsiri haldadır. Sonra 4-ə baxaq. Şəhriyar səs verdi. Kim? Adlıq haldadır. 4. Səs verdi. Səsi verdi. Təsiri haldadır. Təbriz elindən mənsubiyyətdədir. Demək, Təbriz yiyəlikdədir. Altını da götürmürük. Demək, doğru cavabımız oldu 1, 2 və 4. 77-ci testimizə baxırıq. Nümunədəki təsiri yallı isimləri müəyyən edin. Ordu komandanlığı söz birləşməsinə baxırıq. Komandanlığı mənsubiyyət, ordunun komandanlığı, ordu sözü yiyəlikdədir, götürmürük. Komandanlığı hazırlayır, komandanlığı adlıq haldadır, götürmürük. Mütəxəssislər hazırlayır, mütəxəssisləri hazırlayır. Demək, bu söz təsirli haldadır. 3-ü götürürük, qeyri-müəyyən təsirliydədir. 4-ə baxırıq. Yerlərə yönlü haldadır. 4-ü götürmürük. Müvafiq qüvvələr və təlimçilər göndərir. Qüvvələri və təlimçiləri göndərir. Qeyri-müəyyən təsirli haldadır. 5-də, 6-da. 7-yə baxaq. Döyüş mövqeyi. Mövqeyi sözü mənsubiyyətdədir. Demək, döyüş sözü yiyəlikdədir. Döyüşün mövqeyi mənasına gəlir. Demək, 7-ni çıxırıq, yiyəlikdədir. Mövqeyi ni. Birinci i mənsubiyyət, ikinci isə təsiri hal şəkilçisidir. 8-i də götürmüş olduq. Demək, doğru cavabımız 3, 5, 6 və 8. Yəni, mütəxəssislər, qüvvələr, təlimçilər, bir də mövqeyini. 78-ci testimizə baxırıq. Hansı cümlələr təsiri halda olan isimdən başlayır? Sözləri mənə keçmiş günləri xatırladırdı. Onun sözləri, onların sözləri. Buradakı i mənsubiyyət şəkilçisidir.
Təsiri al şəkilçisi deyil. Söz adlıq haldadır. Nə? Sualına cavab verəcək. Biri götürmürük. Körpələri bizdən isim soruşur. Həm də buna da diqqət edək. Körpələri, körpələr sifət olduğuna görə baxmırıq halına. Sonra ikini də çıxdıq. 3. Qardaşı bizi kəndin girişində qarşıladı. Onun qardaşı kim? Həm sualına baxdıq, həm də buradakı I şəkilçisinin mənsubiyyət olduğunu gördük. 3-ü də götürmürük. Fikirlərimi bölüşməyə səmimi dostlarım var. Nəyi? Fikirlərimi im mənsubiyyət, i isə təsiri al şəkilçisidir. 4-ü götürürük. Evləri diqqətlə nəzərdən keçirdilər. Nəyi? Aranı demək, onların evləri diqqətlə nəzərdən keçirdilər cümlə uyğun gəlmir. Yəni sahib şəxs artıra bilmirik. Evləri burada təsiri yaldadır. Doğru cavabımız 4 və 5. 79-cu testə baxırıq. Hansı cümlələr təsiri yalda olan isimdən başlayır? Yenə isim soruşur bizdən. Qəzetləri səliqə ilə stolun üstünə düzmüşdülər. Nəyi düzmüşdülər qəzetləri? Onların qəzetləri də olmaz. Demək, nəyi sualına da cavab verdi. Oldu təsiri yalda olan isim. Sonra gözəlləri vəfalıdır buyurdun. Gözəllər sifətdir. Halına baxmırıq. 3-ə baxırıq. Baxışları ciddi və qürurlu idi. Onun baxışları və yaxud onların baxışları. Demək, buradakı I mənsubiyyətdir. Nə sualına da cavab verəcək. Bu da olmayacaq. Yəni adlıq haldadır söz. Qalibləri mühakimə etmirlər. Qalibləri sifətdir. Bunu da götürmürük. Baxmırıq heç halına. 5-ə baxırıq. Məktəbliləri qələbə münasibəti ilə təbrik etdilər. Kimi? Məktəbliləri buradakı I təsiri al şəkilçisidir. Demək, doğru cavabımız 1 və 5. 80-ci testə baxırıq. Təsiri yalda işlənmiş isimlə başlayan cümlələri müəyyən edin. Yenə də bizdən isim soruşur. Kitabları ali məktəbə hazırlaşanda çox işimə yaradı. Onun kitabları, onların kitabları və yaxud buradakı I mənsubiyyətdir. Nə sualına da cavab verir söz və demək, söz adlıq haldadır. Biri götürmürük. 2-yə baxırıq. Fikri hələ də dostlarının yanında idi. Onun fikri. İyi, burada mənsubiyyətli söz adlıq haldadır. Nə sualına cavab verir. 3-ə baxırıq. Məktəbliləri yarışa çağırmışlar. Kimi? Kimi sualına cavab verdi. Və söz oldu təsiri yalda. 3-ü götürürük. 4. Gəncləri isim soruşduğuna görə burada gəncləri sözü sifətdir. Götürmürük. 5-ə baxırıq. Divarı indi əli rəngləyir. Divarı sözü onun divarı olmaz. Buradakı I təsiri yal şəkilçisidir. Nəyi? Demək, 5 götürülür. Doğru cavabımız 3 və 5. 81-ci testə baxırıq. Təsiri halda olan isimlə başlayan cümlələri müəyyən edin. Yenə bizdən isim soruşur. Diqqətli olaq. Dediklərini fe'li sifətdir. Baxmırıq bu sözə, ümumiyyətlə bu cümləyə baxmırıq. Sonra 2-yə baxırıq. Yaxşıları, yenə bu da isim deyil, yəni sifətdir. Bunu da götürmürük. 3-ə baxırıq. Sözü mənə bərk təsir etdi. Onun sözü burada mənsubiyyətdir. Nə sualına cavab verəcək? Təsiri hal deyil, adlıq haldır. 4-ə baxırıq. Quşu quş ilə tutarlar. Nəyi? Quşu. Onun quşu ilə tutarlar da olmaz. Yəni sahib şəxsi artıra bilmirik. Nəyi sualına cavab verdi? Oldu təsiri hal. 4 cavabımızdır. Qaydaları ona başa salaram. Nəyi? Qaydaları. Nəyi sualına cavab verdi? Onun qaydaları, onların qaydaları olmaz. Yəni mənsubiyyət kimi götürə bilmərik. Bu da təsiri haldır. Doğru cavabımız 4 və 5. 82-ci testə baxırıq. Təsiri yalda olan isimlə başlayan cümlələri müəyyən edin. Yenə isim soruşur. Diqqətli olmaq lazımdır. Bağları mənim çox xoşuma gəldi. Onların bağları və ya onların bağları desək, onların artıra bilirik. Sualına cavab verəcək. Yəni ismi adlıq halının sualına cavab verəcək və biri götürmürük. Başı oğlunun xeyir işinə qarışmışdı. Onun başı buradakı mənsubiyyətdir. Yenə nə sualına cavab verəcək. Bunu da götürmürük. Yəni adlıq haldadır. 3. Xəstələri sifətdir. Ona görə götürmürük. Sualları bir-bir nəzərdən keçirdi. Nəyi
sualına cavab verdi. Sahib şəxsi artıra bilmirik. Demək, bu söz təsiri yaldadır. 5-ə baxırıq. Yazılarımı Kamilə göstərə bilməmişdim. Öz yazılarımı mənsubiyyətdir, nəyi göstərə bilməmişdim. Bu da olacaq təsiri halda. Doğru cavabımız 4 və 5. 83-cü testə baxırıq. Təsiri halda olan isimlə başlayan cümlələri müəyyən edin. Yenə isim soruşur bizdən. Demək, birinci cümləyə baxaq. Tarixi əsərləri məktəblər yaxşı mənimsəməlidir. Tarixi sifətdir burada. İdə leksi şəkilçidir. Təsiri halda olan isim deyil, ümumiyyətlə sifətdir. Götürmürük. Narahatlığı sözə başlayana qədər çəkdi. Onun narahatlığı burada mənsubiyyətdir. Söz adlıq haldadır. Götürmürük. 3. Əhvalatı bizə Musa danışmışdı. Nəyi, əhvalatı nəyi sualına cavab verdi. Bu təsiri haldadır. 4. Gözləri hələ də dostunu axtarırdı. Onun gözləri, bu mənsubiyyətdir. Sözdə adlıq haldadır. Götürmürük. Kitabı dostuma verdim. Nəyi sualına cavab verdi kitabı sözü və oldu təsiri halda. Doğru cavabımız 3 və 5. 84-cü testə baxırıq. Hansı nümunələrdə yanaşı işlənmiş isimlər adlıq haldadır? Birinci cümləyə baxaq. O qarşısında daş heykəl kimi hərəkətsiz duran ərini başdan ayağa süzdü. Burada eyni halda olan sözlər var. Yəni adlıq halda olan sözlər var. Daş, bir də heykəl. Sözləri hər ikisi adlıq haldadır və yanaşı işlənib. Bunu götürürük. 2-də olmayacaq. Demək, yanaşı gələn isimlər saxsı var, parçasının var. Biri adlıq haldadır, biri də yiyəlik haldadır. İkini götürmürük. 3-ə baxırıq. Bağlanıb xalqa məhəbbətlə ürək telləriniz, ağ qızıl yığdı məharətlə qızıl əlləriniz. Qızıl burada adlıq haldadır, əlləriniz adlıq haldadır. 3-ü götürürük. 4-ə baxaq. Onun polad sinəsinə söz birləşməsində isimlər yanaşı gəlib. Biri yəlidir, biri yönlüydür. 4-ü götürmürük. 5-ə baxırıq. Çirkinli bir gündə gəldim bu yerə. Dumanda görünməz, dumandır Göygöl. Dumandır adlıq halda, Göygöl adlıq halda. Demək, 5-i də götürürük. Doğru cavabımız 1, 3 və 5. 85-ci testə baxırıq. Üstündə rəqəm yazılmış isimlərdən hansılar adlıq haldadır? Sapı dərciyə ver. Nəyi? Sapı. Demək, biri götürmürük. Təsiri haldadır. Zəri zərgərə ver mənasında. Burada da demək 2 də olmayacaq. Zəri nəyi? Təsiri haldadır. Adlıq hal istəyir bizdən. Sonra qiymətdə su hara? Su adlıq haldadır. 3-ü götürürük. Sonra 4 var, bir də rəqəmlənmiş. Zərdən qiymətlidir tər bu dünyada. Nə? Tər. Tər də adlıq haldadır. Doğru cavabımız 3 və 4. 86-cı testə baxırıq. Tünd qara hərflərlə yazılmış isimlərdən hansılar yiyəlik haldadır? Əsərin məzmunu çox maraqlı idi. Məzmunu sözündə mənsubiyyət var. Demək, əsərin sözü yiyəlikdədir. Sahib şəxs bildirir. Yiyəlik bildirir. 2. Evin çoxdan tikildiyi sözü mənsubiyyətdir. Evin sözü yiyəlikdədir. Demək, sonra yəni 1 ilə 2 cavabımızdır. Telefonun evdə qalıb sənin telefonun. Buradakı şəkilçisi mənsubiyyət şəkilçisidir. 3 deyil, nə? Adlıq haldadır. 4-ə baxırıq. İsim soruşduğuna görə 4-də olan söz şəxs əvəzliyidir, çıxırıq. Şəklin 5-ə baxırıq. Şəklin divardan asılmışdır. Sənin şəklin burada mənsubiyyətdir. Söz adlıq haldadır. 5-i də çıxırıq. Doğru cavabımız 1, 2. 87-yə baxırıq. Üzərində rəqəm yazılmış hansı sözlərdə həm hal, həm də mənsubiyyət şəkilçisi var?
cümlələrə nümunəyə baxaq. Həm mənsubiyyət, həm də hal şəkilçisi olsun. Bir də yalnız bir şəkilçisi var, götürmürük. Ən azı bizə 2 şəkilçisi lazım olduğuna görə götürmürük. Buradakı şəkilçisi uşağın üzündən, burada yiyəlik hal şəkilçisidir. 2 də üzündən mənsubiyyət də var, dən də çıxışlıq hal şəkilçisidir. 2-ni götürürük. 3-ə baxırıq. Oğlan da çəliyini buraxıb, nəyi? Çəliyi, öz çəliyi, i mənsubiyyətdir. Ni burada təsiri hal şəkilçisidir. Demək, həm hal, həm də mənsubiyyət şəkilçisi var. 3-də götürürük. 4-də bir şəkilçisi var, götürmürük. 5-də bir şəkilçisi var, götürmürük. Boynunu sözündə boynu u mənsubiyyət, nu təsiri hal şəkilçisi. Demək, bunu da götürürük. Doğru cavabımız 2, 3 və 6. 88-ci sualımıza baxırıq. İsmin hallarına aid fikirlərdən hansı səhvdir? 1. Hal şəkilçilərinin hamısı amonimdir və ahəng qanununa tabedir. Bəli, 2 cür və yaxud 4 cür yazılan şəkilçilər də amonimdir, ahəng qanununa da tabedir. Digərlər, bütün hamısı amonimdir və 2 cür, 4 cür yazıldığına görə də ahəng qanununa tabedir. Bir doğru fikirdir, bizdən səhv fikir istəyir. 2-yə baxaq. 6 hal şəkilçisinin deyir, elə əvvəlinə baxsaq, bu fikrin səhv olduğunu görürük. 6 hal şəkilçisi yoxdur, 5 hal şəkilçisi var. Adlı halın şəkilçisi yoxdur. 2-ni götürürük, səhv fikir kimi. 3-ə baxırıq. Yiyəlik halda olan söz ayrılıqda zərflik və tamamlıq olmur. Doğru fikirdir. 4-ə baxırıq. Hal şəkilçili bütün sözlər cümlə üzvü kimi işlənə bilir. Doğrudur. 5-ə baxırıq. Yiyəlik halda olan söz xəbər vəzifəsində işlənə bilmir. Müəyyən yiyəlik hal ayrılıqda xəbər kimi işlənə bilir. Bu fikir səhv fikirdir. Bizdən də səhv fikir soruşurdu. 5-i də götürürük. Doğru cavabımız 2 və 5. 89-cu suala baxaq. İsimə aid 4 müxtəlif qrammatik şəkilçisi ilə işlənə bilməyən halları hansıdır? İsmə aid. İsmə aid qrammatik şəkilçilər hansılardır? Cəm, mənsubiyyət, hal və şəxs şəkilçiləridir. Burada baxırıq ki, adlı hal özünün şəkilçisi olmayan haldır. Demək, maksimum 3 qrammatik şəkilçisi artıra bilərik, müxtəlif şəkilçisi artıra bilərik. Təsiri halda şəxs onluğu qəbul edə bilmir və xəbər ola bilmir. Maksimum 3 qrammatik şəkilçisi qəbul edə bilər. Demək, doğru cavabımız 1 və 4-dür. 90-cı testə baxırıq. İsmin halları ilə bağlı verilmiş hansı fikir səhvdir? 1. Qeyri-müəyyən yiyəlik hal müstəqil şəkildə heç bir cümlə üzvü vəzifəsində çıxış etmir. Bəli, müəyyən yiyəlik hal müstəqil şəkildə xəbər ola bilir, amma qeyri-müəyyən ola bilmir. Doğru fikirdir. 1-i çıxırıq. 2-yə baxırıq. Yönlük, yerlik, çıxışlıq hallarda olan sözlər cümlədə tamamlıq, yer zəfliyi ismin xəbər vəzifəsində işlənə bilir. Doğru fikirdir. 3. İsmin bütün hallarında işlənən sözlər mənsubiyyət şəkilçisi ilə işlənə bilir. Bu da doğru fikirdir. 4. İsmin bütün hallarında isimlər xəbəri şəkilçisi qəbul edə bilər. Dedi ki, təsiri real xəbəri şəkilçisi qəbul edə bilmir və cümlənin də xəbəri ola bilmir. Səhv fikrin biri 4-dür. 5-ə baxırıq. Adlı hallı söz mənsubiyyət və şəxs şəkilçisi qəbul etmir. Adlı hallı söz cəm, mənsubiyyət, şəxs şəkilçiləri qəbul edə bilər. Bu fikir də burada səhvdir. Doğru cavabımız 4 və 5-dir. 91-ci testə baxaq. Düzdür, 1 düzdür, 2 səhvdir. 5 burada fikir verilib və bu fikirləri uyğunlaşdıracaq. A. Əhali və cəmaət ismindən başqa bütün isimlər cəmlənə bilir. Digər isimlər də var ki, bu toplu isimlərin içərisində əhali və cəmaət sözləri cəmlənə bilməz. Digər toplulular cəmlənə bilər deyilir.
Amma məsələn müəllimlik sözü var. Müəllimlik sözü cəmlənə bilməz. Digər isimlər də var. Bütün isimlər yəni cəmlənə bilməz. Demək, A bəndi uyğun fikirlər deyir. Əhali və cəmaət ismindən başqa bütün isimlər cəmlənə bilir deyir. Bu yanlışdır. Bu yanlışdır. Demək, 2-yə yazırıq. B bəndinə baxırıq. İsmin iki halı müəyyən və qeyri-müəyyənliyi bildirir. Bəli, doğrudur. Yiyəlik və təsiri hal. B bəndini 1-ə yazırıq. Düzdür. C bəndinə baxırıq. Yiyəlik hallı söz işlənmiş cümlədə mənsubiyyət şəkilçili söz olmaya da bilər. Bəli, yiyəlik hal cümlənin xəbəri olar və mənsubiyyət də olmaya bilər orada. Bu da doğru fikirdir. Bunu da yazırıq 1-ə. D bəndinə baxırıq. Təsiri halda olan söz ya tamamlıq, ya da ismi xəbər olur. Əvvəldə demişdik, dedik ki, təsiri halda olan söz xəbər ola bilmir. Təsiri halda olan söz şəxs şəkilçisi qəbul etmir və olmur. Demək, D-ni səhvdir fikrinə yazırıq. Yəni 2-yə yazırıq. E bəndinə baxırıq. Qeyri-müəyyən yiyəlik halda söz işlənmiş cümlədə bir qayda olaraq həmişə mənsubiyyət şəkilçili söz işlənməlidir. Yəni söz birləşməsi şəklində olacaq. Bu da doğru fikirdir. Bunu da yazırıq. Demək 1-ə. Doğru cavablarımız oldu. 1 B, C, E, 2 A, D. 92-ci testdə baxırıq. Demək, verilmiş cümlələrdə ismin hallarının işlənmə ardıcıllığını müəyyən edin. 1. Dünya sözü verilib hamısında. Burada yəni hallara görə göstərəcəyik. Sonra da ardıcıllığına düzək. Əliboş gəlib, əliboş da gedəcəyik. Dünyaya olacaq burada. Demək, bu hal yönlük haldır. Yönlük haldır. İkinci baxırıq. Bir pislik qalır, bir də yaxşılıq. Dünyada olacaq bu yeri hal şəkilçili söz. Sonra gözəllik xilas edəcək, dünyanı xilas edəcək təsiri hallı. Digər cümlədə işlərini bilmək olmaz, dünyanın işlərini burada olacaq yiyəlik hal. Sonra digərində xəbəri yoxdur, dünyadan çıxışlıq hallı sözdür. Dünya öz məhvərində fırlanır. Dünya da burada olacaq adlıq halda. Demək, ardıcıllıqla düzsək, birinci buradan düzürük. 3 yönlü hal, sonra 4 yerli hal, sonra 5 təsiri hal, 2 yerli hal, 6 çıxışlıq hal, 1 adlıq hal. Ardıcıl olaraq bu hallarda işlənmiş dünya sözü bizim üçün verilib. 93-cü testimizə baxırıq. Altından xətt çəkilmiş sözlərin ismin hansı halında olmasına görə işlənmə ardıcıllığını müəyyən edin. Sözün də su kimi lətafəti var. Sözün burada olacaq yiyəlik halda. Birincisi yiyəlik haldır. 2-ni əvvələ yazırıq. Sonraki cümlədə baxırıq. El bir olsa dağ oynadar yerindən dağı oynadar. Təsiriyal. Növbəti söz təsiriyaldadır. 3-ü yazırıq. Ardıcıl. Sözün dillər əzbəri məzəsər yaraşıqdır. Sənin sözün ün burada mənsubiyyətdədir. Adlıq haldadır. Biri də yazırıq ən sona. Doğru cavabımız 2, 3 və 1. 94-ə baxaq.
Halların sıralanma qaydasını nəzərə alaraq aşağıdakı cümlələrdə Azərbaycan sözünün işlənmə ardıcıllığını müəyyən edin. Demək, birinci cümlədə Azərbaycanda yerli haldadır. İkinci cümlədə Azərbaycanımız ikincidə adlıq haldadır. Sonra 3-də Azərbaycana yönlük haldadır. 4-də Azərbaycanı təsirli haldadır. 5-də Azərbaycanımızın yiyəlik haldadır. Ardıcıllıqla düzsək, adlıq halı birinci götürürük 2, sonra 5-i götürürük yiyəlik, sonra 3-ü götürürük yönlük, sonra 4-ü götürürük təsirli, sonra 1-i götürürük yerli hal. Doğru cavabımız 2, 5, 3, 4, 1. 95-ci sonuncu testimizə baxaq. Halların sıralanma qaydasını nəzərə alaraq aşağıdakı cümlələrdə Qarabağ sözünün işlənmə ardıcıllığını müəyyən edin. Birinci cümlədə Qarabağın azad olunduğunu burada yiyəlik haldır. Birinci cümlədə. Sonra 2-yə baxırıq. Qarabağda yerli haldadır söz. Sonra 3-ə baxırıq. Qarabağı gəzmək haranı təsirli haldır. 4. Gözəlliklər məskəni olan Qarabağ, burada Qarabağ sözü adlıq haldadır. Bir də 5. Qarabağa yönlük haldadır. Ardıcıllıqla düzsək, 4 adlıq hal, 1 yiyəlik hal, 5 yönlük hal, 3 təsirli hal, 2 yerli hal. Doğru cavabımız 4, 1, 5, 3, 2.